Limit x mənfi 2-yə yaxınlaşanda verilən limiti bizdən hesablamağı istəyir. Biz məxrəcdəki ifadəyə diqqətlə baxsaq görərək ki, əgər biz burada x-in yerinə mənfi 2 yazsaq, məxrəcdə 0 almış oluruq. Və 0-a bölmə əməli olmadığı üçün bu limit üçün qeyri-müəyyənlik sayılır. O zaman biz bunu daha sürətli yolla həll etmək istəyiriksə, sürətdəki ifadə, yəni bir funksiya şəklində baxsaq, x kvadrat plus 3x plus 2 və bunun törəməsini yazsaq, 2x plus 3 eləyir. Məxrəcdəki ifadəni də eyni qayda ilə törəməsini alsaq, 4x plus 1 eləyir və limit x yaxınlaşır mənfi 2. Və artıq görürük ki, x-in yerinə mənfi 2 yazsaq, məxrəcdə 0 alınmır. O zaman mənfi 4 üstəgəlinsin 3, mənfi 8 üstəgəlinsin 1. Və buradan da alırıq ki, doğru cavab 7-də 1-ə bərabərdir. Bu qayda L'Hopital qayda deyilir və qeyri-müəyyənlik hal üçün, əgər x-in yaxınlaşdığı qiyməti ifadənin yerinə yazarsan və nəticəni 0 alırsansa məxrəci, o zaman bu üsuldan istifadə edə bilərik.